Bugün sizi elə bir piroq resepti göstərirəm ki, baxan getməyəcək, gedən də geri qayıdacaq. Bir dənə də kəsim sonuncu olsun deyəcəksiniz, amma heç vaxt da sonuncu olmayacaq. Çünki bu videonu kayıtda saxlayacaqsınız. İlk öncə kanalıma abunə olun. Yorumlarda fikirlərinizi hər zamanki kimi gözləyirəm. Yazın, hər birinizə cavab verirəm. Səhifəmi izlədiyiniz üçün ayrıca hər kəsə təşəkkürümü bildirirəm. Gəlin keçə bu dadlı, görüntüsü ilə həqiqətən iştah açan. İçinin naçinkası çox dadlıdır. Üzəri xırt-xırtlı, alt xəmiri ovulan, ağızda tamamilə fərqli bir dad verən şirniyyat növü sizlərə göstərirəm bugün. İlk öncə unu tökürük keçən qaba, içinə yağı əlavə edirik və umac edirik. Umac etdikdən sonra üzərinə qabartma tozu, vanil, pesokunu tökürük, qarışdırırıq və daha sonra umac etdiyimiz məhluldan ayırıb qırağa qoyuruq ki, piroqun üzərinə umac şəklində görüntü versin deyə bunu mütləq şəkildə edirik. Daha sonra xəmirə də 3 ədəd yumurtanın sarısını vururuq və listə yayırıq. Qıraqda 3 ədəd yumurtanın sarısından ayırdığımız ağını götürürük, qəşəng şişirdirik içinin naçinkasını hazırlamaq üçün. Üzərinə pesoku az-az əlavə edirik. Burada vanil tökürük və mən bu İran pendirindən istifadə edirəm. Siz labne də istifadə edə bilərsiniz. İstədiyinizi istifadə edə bilərsiniz. Pendir, krem pendiri olaraq az-az qatıram. Sönməsin yumurta ağı deyə. Daha sonra bura 2 xörək qaşığı un əlavə edirəm və 500 qram tvaroqu yavaş-yavaş ehmalca tökürəm üzərinə. Və blenderdan istifadə edirəm ki, tam pürüzsüz şəkildə sırf içinin naçinkası cheesecake-ə bənzəsin deyə. Qıraqlarının xəmirini yayıram və üzərinə içinin naçinkasını tökdükdən sonra üzərinə də qəşəngcə bu qıraqda saxladığım ovuntunu əlavə etdikdən sonra duxovkanı 180 dərəcədə qızdırıram və göndərirəm sobaya bişməyə. Görüntü budur, nəticə göz qabağındadır. Siz də bu reseptlə edirsinizsə və yaxud da ki etmisinizsə, kommentlərdə fikirlərinizi gözləyirəm. Sağ olun, gələn videolarda görüşənədək.